Salam müəllimlər, bu günlərim sizə biliyin növləri ilə bağlı test paylaşıram. Hansı ki, miq və sertifikasiyada düşmə ehtimalları böyük olan demək hissədir, biliyin növləri. Gəlin baxaq. Şagird sintaksi təhlil zamanı ilk mübtədanı tapmağa çalışır, sonra tamamlığı, daha sonra digər üzvləri. Sonra məlum olur ki, şagird sintaksi təhlildə ciddi səhvlərə yol verir. Dəyərləndirək. A variantında qeyd olunur ki, şagird məntiqi təfəkküründən fərqli olaraq yaradıcı təfəkkürünü inkişaf etdirməyə ehtiyac var. Şagirdin burada yaradıcılıqla bağlı hər hansısa problemin görmürük. Yəni yeni təkliflər, rəsm. Ümumiyyətcə yaradıcılıqla bağlı heç bir şey yoxdur burada situasiyada. Ona görə də A variantını silirik. B variantında qeyd olunur. Şagirdin sintaksi təhlillə bağlı metakognitiv biliyini inkişaf etdirməyə ehtiyac var. Xeyr, metakognitiv bilik şagirdin özü ilə bağlıdır. Metakognitiv bilik də var, bacarıq da var. Metakognitiv bilikdə o ki, şagird öz idraki fəaliyyətləri haqqında agah olur. Ondan sonra necə deyim, strateji biliklər yürüdə bilir, strategiyalar yəni qura bilir. Strategiyalar qurmaq odur ki, yəni şagird özünün öyrənməsini təmin etməkdən ötürü və yaxud da özünü inkişaf etdirməkdən ötürü, müstəqil öyrənməkdən ötürü artıq özü-özünün bir müəllimi olur. Bunun üçün də bir strategiyalar müəyyənləşdirir. Özü üçün bir şeylər təşkil edir. O, olar metakognitiv bilik və yaxud da metakognitiv bacarıq. Burada metakognitivlik də bir şey yoxdur. Müəllim əvvəlcədən meyarları elan etməli idi. Şagirdin burada çətinlik çəkdiyi öz işi ilə bağlıdır. Müəllim orada qiymətləndirmə meyarlarını elan etsə də belə, ay uşaqlar, sizi bu günlər mən təhlil etməyə və yaxud da ay uşaqlar, mən sizi bu günləri dəyərləndirməyə, mühakimə yürütməyə görə qiymətləndirəcəm. Əgər deyən təlim nəticəsində nə göstərilibsə, tutaq ki, burada sintaksi təhlilə görə qiymətləndirəcək. Müəllim orada onu elan etsə də, etməsə də, ümumiyyətcə etməlidir, etməsə də belə, yəni burada onunla heç bir əlaqə yoxdur. Yəni müəllim elan edib, tutaq ki, amma şagird yenə də burada çətinliklər çəkir. Yəni meyarla da bağlı deyil. Sonra D variantında şagirdin konseptual və terminoloji biliyini inkişaf etdirməyə ehtiyac var. Konseptual terminolojiyadan başlayaq ilk öncə. Biz bilirik ki, biliyin ən təməl bilik deklarativ bilikdir, hansı ki, o da spesifik və terminoloji iki hissəyə bölünür. Terminolojiyada hər hansı bir terminlərlə bağlı və yaxud da necə deyim, peşə adlarla bağlı olan biliklərdir, əzbərçi biliklərdir. Terminoloji əzbərçi biliklərdir. Burada terminoloji nə ola bilər? Mübtədadır, təyindir, tamamdır, xəbərdir, zərfdir. Bunlar terminlər kimi gedə bilər. Bunların açıqlamasını uşağa başa sala bilər. Uşaq bunları bilir zaten. Sadəcə burada o işi görə bilmir. Yəni terminlə bağlı deyil problem və yaxud da konseptual biliklə bağlı deyil. Çünki konseptual bilik odur ki, iki faktoloji bilik, iki və daha artıq faktoloji bilikdən, yəni nümunələrdən insan bir qaydaya gəlir. Orada həm induktiv, həm deduktiv fikirləşə bilər konseptual bilikdə. Yəni bir sözlə bir proses baş verir və onun sonunda o uşaq nəyisə dərk edir. Və yaxud da əvvəlcədən o qayda, düstur nəyisə olur, onu dərk edir. Ona görə burada o deyil, D variantında silirik. Əlimizdə qalır Y variantı. Şagirdin sintaksi təhlillə bağlı prosedural biliyinin inkişafına ehtiyac var. Bəli, prosedural bilikdə nədir? İndi mən sizə aydınlaşdırım. Biz burada situasiyada fikir versək, şagird neynir? İlk mübtədanı tapmağa çalışır. Tamam. Biz bilirik ki, cümlə üzvləri iki hissəyə bölünür. Baş üzvlər var, ikinci dərəcəli üzvlər var. Baş üzvlərimiz hansılardır? Xəbərdir, mübtədadır. İkinci dərəcəli üzvlərimiz isə demək tamamlıqdır, zərflikdir, bir də təyindir. Şagird burada neynir? İlk mübtədanı tapmağa çalışır. Tamam. İlk olaraq mübtədanı, xəbəri tapmaq lazımdır zaten. İkinci dərəcədə artıq biz ikinci dərəcəlini tapmalıyıq. Yəni əvvəl sonra anlayışı var. Əvvəl birinci dərəcəli, sonra ikinci dərəcələri tapmalıyıq. Birinci dərəcələrdə mübtədanı tapır, amma sonra keçir o tamamlığı tapmağa. Aydındır ki, burada şagirdin prosedural biliyi yoxdur. Yəni bu işi görməkdən ötürü müəyyən ardıcıl bilikləri yoxdur. Biz bilirik ki, prosedural bilikdə ardıcıllıqla, meyarla, necə deyim, müəyyən bir alqoritmlə, üsulla, texnika ilə bu iş görülür. Yəni prosedural bilik odur. Misal üçün mənim özüm tarix müəlliməsiyəm, amma görürsünüz ki, mənim Azərbaycan dili sintaksi təhlillə bağlı prosedural biliyim var. Mən onu tətbiq etsəm də, tətbiq etməsəm də, mən bunu bilirəm. Mənim bu haqda prosedural biliyim var. Müəyyən ardıcıllıqlarımı bilirəm ki, mən bu ardıcıllığı yerinə yetirsəm, mən bu sintaksi təhlili yerinə yetirə bilərəm. İndi mən sizə nümunə olaraq verim. Əli dostu ilə qaçaraq gəlir. Biz burada ilk öncə nəyi tapmalıyıq? Baş üzvləri tapmalıyıq. Xəbər nə mübtədanı? Gəlir, xəbərdir. Nə edir? Gəlir. Sual verir, tapırıq. Bu xəbər kim? Əli. Əlidə mübtəda tapdığım baş üzvləri. Ondan sonra necə nə cür gəlir? Qaçaraq gəlir. Bu feilin qarşısında olur. Feili xəbərdir. O da zərflikdir, tərzi hərəkət zərfidir. Sonra tamamlığı tapırıq. Kimi ilə gəlir? Dostu ilə gəlir. Bu da oldu tamamlıq. Yəni Əli
dostu ilə gəlir cümləsində təsəvvür edin ki, şagird mübtədanı tapır, əlini tapır, sonra başlayır tamamlığı tapmağa. Amma xəbər qaldı kənarda. Elə ona görə də bu ardıcılığı pozduğuna görə sintaksi təhlildə ciddi səhvlərə yol verir və səhv təhlil etmiş olur. Ona görə də şagirdin sintaksi təhlillə bağlı prosedural biliyinin inkişafına ehtiyac var. Düzgün cavabımız Y variantı.